Herkese salam. Ümid edirik ki, yaxşısınız. Women's Day. Hamınıza sağlam, xoşbəxt həyat arzulayıram. Ən əsası qadın xoşbəxtliyi. Sevin. Saçlarım get-gedə daha çox bəyənirəm dostlar. Saçlarımı qırmızı eləmişəm. Yarı followerlərim dedi ki, niyə bu rəngi seçsə çox pisdir, amma yarı insan və ətrafım dedi ki, çox qəşəngdir və yuyulduqca rəngi çox qəşəng olur. Burdan stilistim, saçstam Fidan xanıma salam göndərirəm. Çox sağ olun. Salamlar. Və Fidan xanımı bizim digər videolarımızdan da tanıyırsınız. Şam workshopumuzun sahibi. Əlindən hər iş gəlir maşallah. Həqiqətən. Hər podruqamızı tərifləməsək olmaz. Reklamla. Yaxşı qadınlar. Amma sən mikrofon, sən sual ver, biz buradan təkrar edək. Bu arada qeyd edək ki, Seva arxa fonda olacaq və bizə suallar verəcək. Bəli. Buyurun Sevil xanım. Xoş gəlmisiniz. Çox sağ olun siz də. Necəsiz? Havalar yaxşı olduqca biz də daha da yaxşı oluruq. Bəli. Çöldə otururuq. Kurtkasız. Bəli. Bu gün bir fərqli hiss eləyirsiniz özünüzü? Təbii ki. Əslində qadınlar hər gün özəldir. Katılıram. Amma bu günü qadınlara daha özəl hiss elətdirən insanlar var. Bizdə də bir-birimizik. Ağlayacaq. Yəni Bakıdakı qədər olmasa da burada da özəl hiss eləyirik. Hiss eləməyə çalışırıq. İnsan özünü özəl hiss elətdirməlidir məncə. Kiməsə ehtiyacı yoxdur. Amma yenə də dəstək də olsa lap əla olar. Siz nə demək istəyirsiniz? Çox qəşəngdir məncə. Daha rahat tutulur. Məncə daha rahat. Demək istəyirəm ki, həqiqətən tək bir gün yox, hər günümüz gözəl, xoş keçsin. İnsan ilk öncə özünü sevməlidir ki, ətrafındakı onu sevsin. Və onu demək istəyirəm ki, sevin qısacası belə. Qatılıram. Next question. Tamam. Aha, sualımız gəlir. Bilirik ki, mən başlamaq istəyirəm birinci. Sadəcə bir tarix deyil. Bu gün gücün, qadın gücünün, zərifliyin və bitib tükənməyən əzmin simvoludur 8 mart və əsasən də Azərbaycanlı olaraq bizim üçün çox önəmli olub. Yəni bizim qadınlarımız üçün bu bayramı qeyd etmək çox önəmli sayılıb. Və sizə də bir neçə sualla başlamaq istəyirəm. İlk sualım o olacaq ki, sizi bir qadın kimi həmişə motivasiyada və güclü saxlayan əsas dəyəriniz nədir? İlk öncə sual üçün Sevil xanıma təşəkkürlərimi bildirmək istəyirəm. Çünki çox qəşəng sual səsləndirdi. Mənim bu həyatdakı ən böyük motivasiyam illər öncə özümə verdiyim bir söz olub. Hələ də o motivasiyanın arxasından getməyə çalışıram. Bəzən tükənirəm, istəmirəm, bəzən istəyirəm. Qarışıq hisslərdir, amma çalışdığım qədər edirəm və ona daha çox yaxınlaşdığımı vermişdim ki, yəni gələcəkdə elə bir insan olmaq istəyirəm ki, fərqi yoxdur. İstədiyim bir yerə, bir mağazaya məsələn girim və istədiyim bir şeyi sadəcə götürüm və çıxım. Heç baxmayım, fikirləşməyim, bu mənə lazımdır, lazım deyil. Sadəcə götürüm və çıxım. Məncə ən böyük motivasiya budur. İkinci də məncə hər bir qıza motivasiya olan onun anasıdır. Biz onlara görə əziyyət çəkirik. Təbii ki, onların da daha yaxşı həyat yaşamaları üçün. Ona görə də mən düşünürəm, hiss edirəm və arzu edirəm ki, hər bir qızın motivasiyası olan şeyə, hər bir qız o şeyə bir gün əldə eləsin və bilirəm ki, əldə eləyəcəkdir. Möhtəşəm cavab oldu, həqiqətən. Qatılıram. Mənim ailə mənim üçün böyük motivasiyadır və böyük dəstəkçidir və təbii ki də ətraf. Ətraf dediyimsə təbii ki rəfiqələrimdir və bir şeyləri bölüşürsən, həqiqətən dəstək görürsən, bu o qədər möhtəşəm bir şeydir ki, yəni həqiqətən sözlə ifadə etmək olmur. Və bunun üçün çox sağ ol deyirəm həm ailəmə, həm rəfiqələrimə. Onu da qeyd edeyim ki, yaxşıya fokuslanırıq. Yəni ki, yaxşı fokuslananda yaxşı da olur deyə inanıram. Buna çox inanıram. Bir oxatan bircə olaraq. Həqiqətən. Və
Bəli, qeyd elədiyim kimi ailəm və ətrafım mənim üçün çox önəmlidir və mənim üçün disiplina və motivasiya qədər önəmlidir. Bunu demək istəyirəm. Belə. Sualımız çox qəşəng idi, ona görə cavablarımız belə uzun oldu. Mikrofonu ötürürəm. Arxa fon. Həqiqətən çox dəyərli fikirlər paylaşdınız. Mən də çox bəyəndim və həqiqətən qəlbən səmimi gəldiyi də hiss olundu. Digər bir sualım olacaq ki, biz məsələn burada qadınlar olaraq biz tək gəlmişik, tək bacarmışıq çox şeyi. Yeri gəlib təslim olmaq da istəmişik, qayıtmaq da istəmişik öz ölkəmizə. Amma bir nöqtədə bizi bir qüvvə saxlayıb da. Yəni təbii ki, bu içimizdən gələn bir qüvvə olub. Yəni ki, anlamışıq ki, yəni geri dönmək böyük bir səhv ola bilər. Bəs hal-hazırda da yəni ki, dünya yüklə doludur və çətin, yorucu günlərdən də keçirik. Sizin üçün belə bir anlarda, yəni belə bir çətinlik yaşadığınız vaxtlarda özünüzə qayıtmaq üçün stimul vermək üçün, yəni o anlarda siz nə edirsiniz, nə düşünürsünüz? Mənim çox gülməli bir cavabım var. Mənimki həqiqətən çox qısa və gülməlidir. Mən sadəcə yatıram. Həqiqətən yatıram, yuxumu alıram və duranda yuxudan hər şey normaya qayıdır. Mən düşünürəm ki, insan əgər pis hiss eləyirsə, fikirlər onu boğursa, nəsə pis bir şey varsa yatmalıdır. Yatıp beynini sıfırlamalıdır. Çünki insan qaldıqca çox fikirləşir, çox fikirləşdikcə də özünü içdən yeyir. Ona görə nəsə başınıza pis bir hadisə gəlibsə ya da sıxılırsa yatın. Fərqi yoxdur. İstir 1 saat, istir yarım saat, istir 10 saat. Yatın. Durandan sonra hər şey düzələcək. Düşünürəm ki, bu hər kəsdə individualdır. Çünki mənim belə deyim, yatmağa fokuslananda ki, yatım keçəcək, daha da depressiv oluram. Çünki dediyim kimi biraz oxatan verici olaraq yerimdə durmayıb özümü çölə atıram. Yəni ki, çölə çıxım, gəzinim, fikrim yayınsın ki, özümdə güc tapım. Daha çox musiqiyə qulaq asıram adətən ki, yürüyərək. Bilirsiniz ki, bu həqiqətən çox yaxşı təsir edir məncə çox insanlara da. Və bu belə qeyd edeyim ki, ümumi dünyada olan çox təəssüf ki, indi belə şeylər yaşayırıq və inşallah ki, tez bir zamanda bitər. Amma nə edə bilərik? Bizim əlimizdən nə gəlir? Sadəcə dua edə bilərik ki, tez bitsin. Amma çətinliklər deyəndə Seva ilə həqiqətən biz artıq neçə illərdir bir-birimizi tanıyırıq 2021-dən bəri. Yəni çox şeylərdən keçmişik bir yerdə və çox geri qayıtmaq istəmişəm və onu da qeyd eləmək istəyirəm ki, Sevil olmasaydı mən çoxdan qayıtmışdım. Bunu altını çizərək deyirəm. Həqiqətən çox motive olub, çox dəstək olub. Bakıya çox gedib qayıtmışam. Bu arada yəqin ki, azdan çoxdan bilirsiniz. Amma geri gəlib və daha güclü dayandığıma görə özümdən həqiqətən çox məmnunam. Yaxşı ki də qalmışam. Yaxşı ki də davam etdim. Pes etmədim, türklər demiş. Belə qeyd edeyim. Təşəkkürlər. Burada qısaca mən də öz fikrimi desəm, çətin anlarda məncə ən gözəl həll üsulu yaxın dost olduğun insanlarla bir yerdə olmaqdır və onların sənə dəstəyini görməkdir. Məncə, yəni ki, hər an biz hər bir şeyə hazırlıqlı olmalıyıq həyatda. Hər an bir pis xəbər alınsa belə, nəsə belə olsa, o anda istəyirsən ki, dəstəyin olsun. Yəni biz insanın ətrafında, burada da bizim ətrafımızda çox insan var. Amma tək-tük insanlar var ki, bilirsən ki, ağlayanda da, qəmgin olanda da o insan səninlə yaşayacaq olur. Və bunu bilmək məncə çox böyük xoşbəxtlikdir. Çünki biz ailəmizdən uzaq bir yerdə yaşayırıq. Yəni ki, o dəstək olmasa biz həqiqətən bəlkə də qırıla bilərik bir nöqtədə. Amma yəni insanı o dəstək saxlayır. Bir şey əlavə eləmək istəyirəm Sevilin bu dediklərinə. Doğrudan elədir. Mən nə vaxt özümü pis hiss eləsəm, yəni çox dolsam, həmişə Sevilin yanına qaçıram. Onunla nəsə söhbət eləyirəm. Yəni sən işdə olursan. Yəni sənlə bölüşürəm, o heç yəni sizlə bölüşürəm, amma əslində çox şey ağır gələndə mənə həyatda Sevilin yanına gedirəm və təxminən məncə keçirdib və yaşadıqlarımız çox şey üst-üstə düşdüyünə görə məncə mən başa düşür bir nöqtədə və biz otururuq, danışırıq.
Bəlkə mən öz dediyimi deyirəm yenə də, bəlkə o öz dediyini deyir. Qulaq asıram, asmıram, fikirlər fərqli ola bilər, amma yenə də insan öz içində o rahatlığı tapır. Yəni fikirlər eyni də olsa, o dediyi başqa şey olsa, mən dediyim başqa şey də olsa, məncə bölüşülməlidir. Hər bir çətinlik, hər bir problem paylaşdıqca azalan bir şeydir. Mən buna inanıram. Yəni elə bir şey yoxdur ki, hə neqativi ötürürsən, o da pis olur. Xeyr, belə bir mövzu yoxdur. Niyə insanlar xoş günləri olanda onu paylaşır? Bu normal qarşılanır, amma bir problem olduqda bunun paylaşılması anormal qarşılanır. Ağlamaq da gülmək qədər eyni və normal emosiyadır. Yəni burada böyüdüləcək bir şey yoxdur. Təbii ki, biz hər gün gülə bilmərik. Bəzi günlər ola bilər ki, biz ağlayarıq. Dalbadal günlər ağlayarıq. Dəyişir. Həmişə yaxınımızda insanlar varsa onlara dəyər verin və vaxtında dəyər verin həqiqətən. Çünki sonra çox gec ola bilər və bölüşün. Həm sevincinizi bölüşün, həm kədərinizi bölüşün. Fərqi yoxdur. Və həmişə bir-birinizə gül alın. Bir-birinizi xoşbəxt eləyin. Həqiqətən. Bu xırda bir hədiyyə. Bu xırda bir hədiyyədir. Bu bahalı bir şey deyil. Bu pulu olmayan insan belə bunu eləyə bilər. Pulu olan insan belə, yəni bir gül heç nəyi sizin həyatınızda dəyişmir, amma qarşınızdakının həyatında çox şey dəyişə bilər. Fərqi yoxdur, bayramdır, bayram deyil. Tez-tez bu şeyi eləməyə çalışın. Ətrafınızdakı insanlar nə qədər xoşbəxt olsa, siz də o qədər xoşbəxt olursunuz. Çünki təsir eləyir həqiqətən. Bir-birinizə dəstək olun. Bu qədər. Nice. Çox həqiqətən qızlar çox gözəl başladıq. İkinci sual vəbşə belə dərin getdi. Həqiqətən mən də çox şanslıyam. Yəni sizi tanıdığıma görə Nununu mən artıq 5 il olacaq da. Yəni biz bir evdə yaşayırıq və hər anımızda bir-birimizə qaçırıq da. Yəni ki, bu başqa bir şeydir, bu ailədir. Aydanı yenilikcə tanımışam, amma həqiqətən Aydanı çox, yəni ki, başqa bir şeydir də. Yəni ki, biz çox insanlar həqiqətən 4 il ərzində, bu arada bunu da qeyd eləmək istəyirəm, çox insan tanımışıq. Yəni çox insan da var ətrafımızda, amma Aydanın yaxınlığı, Aydanın sanki eynən dediyi kimi yaşadıkları, gördükləri onu da bizə yaxın eləyib. İnsan olaraq da. Bəlkə çox insan onu Aydanı səhv anlaya bilər. Çünki məncə o insanlar onu dərinliyinə qədər başa düşməyən insanlardır. Ona görə çox şanslıyam həqiqətən sizi tanıdığıma görə. Belə, duyğulandıq biraz. Amma gəlin yaxşı, başqa bir sual verim. Məsələn, bir günlüklə qadın obrazı olaraq bir günlüklə hər hansı bir qadınla yer dəyişmə şansınız olsa, ağlınızda elə bir insan varmı ki, yəni ki, onu bir ideal kimi görürsüz, qadın fiquru ola. Yəni bu məşhur insan da ola bilər, ailə üzvü də ola bilər, fərqi yoxdur. Yəni sizin ağlınıza elə bir insan gəlirmi ki, o sizə hətta motivasiya verir həyatdakı, yəni onun kimi olmaq istəyirəm. Və yaxud da ən azından onun elədikləri qədər bacarmaq istəyirəm eləməyi. Məncə hər bir insan içində olur o. Sizdə varmı elə bir insan ağlınıza gəlirmi? Varmı yoxsa başlayır? Bu gerçək insan da olmaya bilər. Kitabdan oxuduğunuz bir karakter ola bilər və yaxud da ki, nəsə ki, onu özünüzə... Çünki adamın yaşadıkları, gördüklərinə əsasən hər hansı bir karakter olur ki, özünü ona yaxın hiss eləyirsən. Sizdə kimdir sevirsən? Məsələn, sizin. Özümü yaxın hiss elədiyim insan. Bəlkə bu çox adi bir şey kimi gələr. Mən anamı qeyd eləyəcəm. Burada təbii ki, yəni anam yeganə qadındır. Çünki mən bir qızam, yəni bacım da yoxdur. Anamı uşaqlıqdan, yəni çox güclü qadın kimi görmüşəm. Mənim anam çox çətinliklər çəkib, ailəvi çətinliklər, yoldaşını itirib, yoldaşını itirdikdən sonra, yəni 7 il ərzində, yəni ki, bizi özü başsız belə deyək də, yəni bir ər
Çünki çox qadınların yanında əri olur, köməyi olur, dəstəyi olur, amma onu eləməyib, amma çox gözəl böyüdüb uşaqlarını. İndi də çox möhkəmdir, çünki oğlu əsgərlikdədir bu dəqiqə. Vəziyyət də yaxşı deyil, amma hər dəfə danışanda da, eləyəndə də özü də deyir ki, mən güclüyəm. Yəni ki, mən bilirəm ki, tək oğlumdur, amma yəni bilirəm ki, səbirli olmaq lazımdır. Və hər bir şeydə də Allaha min şükür eləmək lazımdır, Allaha dua eləmək lazımdır. Mən bu anamda bu gücü görən, çünki mənə elə gəlir ki, mən ondan daha stresslənirəm hal-hazırki vəziyyətə. Mənim üçün anamdır, yəni. Belə. Mən qatılıram Sevilə, çünki mənim üçün həyatda iki şəxs, hətta mənim üçün həyatda deyərdim 3 şəxs var ki, mən onlardan stimul alıram. Biri nənəm olub, anamın anası. O hal-hazırda həyatda aramızda yoxdur, amma o olduğu zamanda, olmadığı zamanda mənə hər zaman stimul verir. Yəni çox güclü bir qadın olub və obraz, insan şəxsiyyəti olaraq da çox güclü bir obraz olub, mən deyərdim. Həmişə belə nə istədiyini bilən, planlı hərəkət edən, sözünü deməyi bacaran bir qadın olub. Çünki hal-hazırda və əvvəllər də qadınların ən böyük problemlərindən biri istədiyini deyə bilməməsi və sözünü deyə bilməməsi olub. Bu çox böyük bir problemdir. Düz də olsa, səhv də olsa, o sənin öz qərarındır və sən onu deyə bilməlisən. Ki sən düzü də özün görəsən, səhvi də özün görəsən. Və o qadından mən çox şey öyrənmişəm və mən ona oxşuyuram, həm xarakter, həm üz olaraq və bununla fəxr edirəm həqiqətən. Anam təbii ki, ana başqadır. O da onun qızı olduğu üçün təbii ki, ona da bənzəyir və onda başqa şeyləri götürürəm, necə güclü olması. Hamının həyat hekayəsi tamam fərqlidir. Mən təbii ki, burada danışmayacağam. Və bacım da həmçinin. Yəni onlar kimi olmaq istəyərdim bir günlükünə. Onlar olmaq istəyərdim ki, həqiqətən onları başa düşə bilim. Necə o qədər şeylərin olmasına rağmen güclü qala bilirlər. Çünki mən bəzən çox xırda şeydə belə pes eləyə bilirəm, türklər demiş. Amma sonra toparlanıram təbii ki. Amma həqiqətən çox maraqlıdır ki, o qədər şeylərin üstündə, yəni necə pozitiv və gələcəyə qarşı ümidlə yaxşı baxan qadınlarımız var. Yaxşı ki, varlar. Həmən qadınlar bizim həyatımızda yaxşı ki, varlar. Onlar olmasa biz belə şəxsiyyət olaraq formalaşmazdıq. Mən sizə bunu 100% garanti vermək istəyirəm. Allah onları heç vaxt başımızın üstündən, yanımızdan əksik eləməsin. Burada onların da bayramını təbrik edirəm. Hamımızın anasını, bacısının bayramını təbrik edirəm. Yaxşı ki, varlar. Həmişə üzlərindən gülüş əksik olmasın və sağlam olsunlar. Ən önəmli şey sağlamlıqdır. Sonra xoşbəxtlikdir. Bu qədər. Buyurun. Möhtəşəm cavabladınız həqiqətən qızlar. Mən də anam deyəcəm. Anam hər zaman hər koşulda türklər demiş, hər koşulda çarə tapır. O qədər möhtəşəm bir insandır ki, yəni problem dedikdə ağlında həmən variantlar gəlir ki, bu variant olmasa o birisini edəcəyik, o birisi olmasa bunu edəcəyik. Yəni narahat olma, çözəcəyik, nə olur olsun. Və bu uşaqlıqdan beri olub və bu xasiyyətini o qədər sevirəm ki, anamın və o xasiyyətini istərdim özümdə olsun. Yavaşdan yavaşa mən də elə etməyə çalışıram və anamın bir gününü yaşamaq istərdim həqiqətən və hiss eləmək istərdim. O qədər gözəl sevgisini göstərir bizə. Yəni xoş sözlərindən, bizim arxamızda durmağından, yəni ailə olaraq atam da, anam da, bacım, qardaşım, yəni hər kəsin ayrı öz yeri var təbii ki də, amma anamın öz yeri var təbii ki. Və bacım da mənə hər zaman dəstək olub, hər zaman. Yəni bir gün olmayıb ki, yəni ki motivasiyasız danışsın mənə və ya necəsə belə yola versin, heç vaxt. Hər zaman dinləyib, hər zaman məsləhətlər verib, yəni hər zaman da yol göstərib. Çox sağ ol deyirəm burdan hər birinə. Yaxşı ki varsınız. Bir şey demək istəyirəm. Doğrudan da bir şeyə fərqinə varam. Sizə də sual verəcəm. Get-gedə anama oxşuyuram. Amma necə oxşuyuram? Yəni gördüklərimi götürmürəm. Onun cavanlıqda olan xasiyyət xarakterlərini və görünüşünü bilmədən götürürəm. Məsələn, saçımın rəngini dəyişirəm. Onun da saçı cavan olanda belə olub. Onun xasiyyətlərini, davranışlarını, yemək bişirmə taktikalarını, yəni diqqətlə heç vaxt baxmamışam. Təbii ki, bilirəm necə yemək bişirir, amma belə çox
qəribədir. Sizdə də elə olur. Get-gedə oxşayırıq. Hə, çox sevinirəm buna görə. Bacılarımız, analarımız yaxşı ki varlar. Atalarımız da təbii ki, onlar da yaxşı ki varlar. Amma qadınlarımızın yeri başqadır. Onları həmişə baş üstündə tutmaq lazımdır. Yaş fərqi yoxdur. Balaca bacı olsun, böyük olsun. Ana, nənə, hamı bir-birini sevsin, sevilsin. Buradan bacılarımızı da, analarımızı da hamısını öpüb qucaqlayıram. Çox tərifmiş. Mən də. Çox sağ olun qızlar. Hamımız anamızı qeyd elədik. Təbii ki, bu çox önəmli bir şəxsdir bizim həyatımızda. Mən sadəcə bir insanı da qeyd eləyəcəm ki, həqiqətən həmişə ideal olaraq baxmışam o insana. O da Şəhzadə Dianadır. Çox böyük şəxsiyyət olub və ən önəmlisi mənə təsir eləyən odur ki, krallığın sərt qaydalarına o hər zaman meydan oxuyan bir insan olub və ən böyüyü də ki, yardımsevər insan olub. Yəni ən çox da o xüsusiyyətlərinə görə. Axırıncı sualınızı da verək. Axırıncı sual. Yox, bu yox. Bu da yox. Bu hiss. Belə bir şey deyim onda. İndiki dövr qadınlarını necə təsvir edərdiniz? Yəni bu bəlkə biraz çox genel bir sual olacaq, amma yəni sizin təcrübələrinizə əsasən fərq nə olaraq görürsüz? Yaxşılığa doğru mu olur? Yəni öz gördüyünüzə görə, yəni qadınları necə təsvir edərsiniz? Bu da çox qəşəng sualdır. Mən ümumiyyətlə bugünün suallarını və topikini çox bəyəndim və saatlarla cavab verə bilərəm bu suallara. Bugünün qadınları əvvələ baxanda, yəni ümumi gördüklərimiz, oxuduqlarımız, bildiklərimizi nəzərə alaraq deyəcəm, çox daha yaxşı və rahat həyata malikdirlər. Çox sevinirəm əslində mən buna. Çünki hər bir qadın rahatçılığa layiqdir və bunu dadmalıdır. Bugünün qadınlarında mən bəzən biraz bəzilərində əzmin daha az olmasını görürəm. Çünki hər şey həyatlarında çox rahat olur və bir şey olduğu zaman onlar çox tez məyusluğa qapılırlar. Amma biz baxdığımız zaman əvvəllər nənələr, ulu nənələr, onların həyatlarını, yəni danışdıqları qədər, oxuduqlarımız qədər baxdığımızda onların necə çətinliklə adi gündəlik həyatlarını sürdürdüyünü görürük. Yəni indiki kimi texnologiya əvvəllər olmayıb və onlar o çətinliklərə baxmayaraq bu qədər şey ediblər. Bu qədər şey ediblər və bizi, yəni uşaqlarını, nəvələrini, yəni Allah hamısına can sağlığı versin, olanlar da olmayanlar da görürük ki, bizə bu mirası gətirib veriblər. İndiki qadınlarımız çox şanslıdır ki, onlarda bu var və mən ümid edirəm ki, onlar da bunu gələcək nəslə ötürə bilərlər və heç vaxt ruhdan düşməsinlər. Hal-hazırda əllərinin altında daha çox resurs var. Bunların hamısını sonuna qədər dəyərləndirsinlər. Gələcəkdə həm özlərinə, həm də uşaqlarına bir sərmayə qoysunlar. Bu vardan dövlətdən getmir. Həqiqətən çox vacib insani dəyərlərdən gedir. Çünki hal-hazırda əlimizin altında hər şey var. Gələcəyə ötürməli olduğumuz şeylər mədəniyyət, insanlıq, ən böyük şey, insanlıq, mərhəmətdir. Çox xahiş edirəm, əziz yeni analar, bunu uşaqlarınıza ötürün, sərmayə olaraq. Mən bilirəm ki, hamı bunu edir, amma yenə də balaca bir reminder vermək istəyirəm ki, stimuldan düşməyin. Çətinlik də olsa, yaxşı həyat da olsa, daha yaxşısını hər zaman arzulayın. Yəni deməyin ki, mənim həyatım yaxşıdır. Yəni insanoğlu zaten hər şeylə razılaşmır. Həmişə daha çoxunu istəyirik və məncə yaşamaq da elə budur. Bizim varoluşumuz elə budur. Həmişə özünüzü stimulda saxlayın. Ola bilər biraz mövzudan çox kənara çıxdım, amma yəni bu mövzunu məncə əhatə eləyir və qarışıq danışsam da məncə siz mənim başa düşdünüz. Yox, çox mükəmməl. Son nöqtə. Son nöqtə. Möhtəşəm izah elədim və çox bəyəndim həqiqətən bu arada. Filoloqam da mən. Yəni siz bilmirəm bilirsiniz yoxsa yox, mən bakalavr filologiya oxumuşam. İndi öyrəndim. Mən ona görə belə
speechlərim yaxşıdır. Ona görə nə vaxt Yox. istəsəz danışa bilərik. Danışa bilərəm. Sual yenə hər zaman olduğu kimi çox qəşəngdir. Belə qeyd edeyim, əvvəlkilərlə indikilərin fərqi hədsiz çoxdur. Çünki əvvəlkilərin söz haqqı yox idi. Çox təəssüf ki, və insanlar öz əsəbini, sinirini içində saxlayırlar və hətta bəzən uşaqlarından çıxardırlar və belə bir çox üzləşmişəm ki, insanlar danışır ki, anam mənə bunu edib, onu edib. Düzü insan anasıdır, yəni ki, təbii ki də sevir, amma ki əsasında qaynanaları biraz zülm veriblər. Yəni zülm veri hətta psixoloji zülmdən söhbət gedir, yəni baskıdan gedir və onu da uşaqlarından çıxardıblar, çox təəssüf ki. Amma get-gedə həqiqətən o qədər hiss olunur ki, analar necə diqqətlə, necə sevgi ilə yanaşırlar, müstəqil olurlar, eynən çox dəyişirlər, həqiqətən fikirləri dəyişirlər. Yəni bəzi analar təbii ki də yenə də öz sözlərinin üstündə durub özünü belə deyim, təsdiqləyiblər, amma bəzi analar ki, çoxsu, dediyim kimi, əslində yəni bizim dövlətdə bəllidir zaten, qaynana tərəfindən, düzdür, hər kəsə şamil etmək olmur, olmaz da, amma çoxsu onu görüb, amma hal-hazırda insanlar o qədər özgürləşib, o qədər özünə inam gəlib və bu möhtəşəm bir şeydir ki, uşaqlara da onu göstərirlər, uşaqlara da onu. Gördüklərini göstərmirlər. Ay sağ ol. Onun əksini və nəyin yaxşı pis olduğunu Yaxşı. ayırıb yaxşını göstərirlər. Yaxşıya Bu çox doğru. yaxşı. Həqiqətən, yəni onu vurğulamaq istəyirəm və bu çox sevindirici bir haldır. Və inşallah ki, öz uşaqlarına belə davam edərək öz yollarını, yaxşı mənada çizmələrini dəstək olub yol göstərərlər. Yəni bu məncə həqiqətən fərq böyükdür və bu yaxşıya doğrudur. Bu qədər. Çox gözəl danışdıq. Və Məncə bu gün biz kifayət qədər çox danışdıq. Amma mən Bir çox kəlmə bəyəndim lazım bu mövzuları. Çünki çox gözəl mövzulara bu gün Sevil toxundu. Çox sağ olun. Bugün bayrama özəl suallarımız da bir ayrı özəl idi, cavablarımız da ayrı bir özəl idi. Həmişə sevib sevilin. Təkcə bu gün yox, hər zaman sizə dəyər verilsin. Çox qəşəng bir söz oxudum bu gün. Dedi ki, ətrafında yaxşı qadın yox, həmişə xoşbəxt qadın görmək istəyən insanların yanında olun. Ona görə də həmişə xoşbəxt olun. Bir daha bayramınızı təbrik edirik. Sizi çoxlu öpürük. Gələn videolarda görüşənə qədər özünüzə yaxşı baxın. Sağ olun. Bundan sonra daha tez-tez. Bəli, bu bundan arada, sonra hə. daha tez-tez videolar çəkəcəyik. Havalar düzəlib. Daha çox kontent, daha çox video, fərqli söhbət ola bilər, fərqli Mövzular düzəlib. daily vloglar ola bilər. Çünki havalar yaxşıdır. Əhval-ruhiyyə də yaxşıdır. Ona görə də gözləmədə qalın. See you later. Bye Bye.